Dostlar, bugün fail və qovluq dərsimizdir. Dərsimiz səhifə 20-dədir. 20-21-ci səhifələrdə fail və qovluq dərsi verilibdir. Müəllimə mənə bu tapşırığı verdikdə mən də sizlərlə bərabər oxumağa, tapşırığımı yerinə yetirməyə çalışıram. Biz bu dərsdə failin adı, failin tipini və failin uzantısını öyrənəcəyik. İndi başlayaq oxumağa. Kompüterdə bütün proqram və verilən faillər saxlanılır. Fail müəyyən daşıyıcılara, məsələn diskdə, maqnit lentində və s. bir ad altında saxlanılan hər hansı informasiyadır. Bu mətn, şəkil, proqram, video görüntü və s. ola bilər. Faildə informasiya kodlaşdırılmış şəkildə saxlanılır. Failə elə ad vermək lazımdır ki, həmin adla verilən asanca tapmaq mümkün olsun. İndi biz faili öyrəndik. İndi failin adına keçək. Failin adı 2 hissədən ibarətdir və adın özündən failin tipi göstərən uzantısından. Failin adı hərf və rəqəmlərdən istifadə etmək olar. Məsələn, informatika 7, lesson 1 və s. kimi bəzi simvollar xüsusi təyinatı olduğundan onlardan failin adında da istifadə etmək olmaz. İndi isə diqqət hissəsinə baxaq. Kompüter üçün failin adını böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur. Failin adı ən çox 255 simvoldan ibarət ola bilər. Ancaq çalışın ki, o yetərincə qısa olsun. Əməliyyat sistemi failin adında ulduz, bölünmə, kiçikdir, böyükdür, sual işarəsi və s. kimi simvollardan istifadəyə imkan vermir. Həmin simvolların hər birinin əməliyyat sistemi üçün xüsusi anlamı vardır. İndi isə failin tipi və failin uzantısını öyrənək. Failin tipi ilə uzantısı demək olar ki, eynidirlər. Orada saxlanılan verilənlərin tipini göstərir. İnsanın soyadı kimi failin tipinə görə orada saxlanılan vergilər haqqında fikir yürütmək olar. O mətn, qrafika, səs yaxud proqramdır. Çox hallarda failin tipi deyil, failin uzantısı kimi də istifadə olunur. Failin adında qoyulan qadağalar onun uzantısına da aiddir. Bundan başqa failin uzantısında nöqtələr və istifadə etmək olmaz. Failin adı və uzantısı nöqtə ilə ayrılır. Məsələn, Baydok failin adı və uzantısı nöqtə ilə. Bu yazıda by failin adı, doc isə onun uzantısıdır. Faillərin tipləri, uzantıları ilə bağlı bəzi razılaşmaları vardır. İndi isə keçək failin tipinin açıqlamalarına. Gördüyünüz kimi bu cədvəldə failin tipi, uzantısı, yəni uzantısı və açıqlaması verilibdir. Doc, docs, text, mətnin faylı, BMG, JPG, PNG, qrafik fayl. AVI, PMG, FLAV, WAV, MP3, PPT, PPTK, EK və COM kimi failin uzantıları da vardır. İndi isə failin simgəsi və failin ölçüsünü öyrənək. Hər bir failin öz simgəsi olur ki, o failin tipinə uyğun gəlir. Failin əsas parametrləri bunlardır: ölçüsü, yaranma tarixi və zamanı. Failin ölçüsü onda saxlanma informasiyanın həcmini bildirir və kilobaytla, meqabaytla daha böyük ölçü vahidləri ilə ifadə olunur. Hər bir fail yaradılarkən onun tarixi və zamanı da sistemə failin parametri kimi qeyd olunur. Fail birbaşa diskdə və diskdəki hər hansı qovluqda, qovluğun içərisindəki başqa bir qovluqda, başqa sözlə iç-içə qovluqlarda yerləşə bilər. Fail yerləşdiyi yeri dəqiq göstərmək üçün yol anlayışından istifadə olunur. Məsələn, əgər
Orman BMP adlı fayl C diskindən informatika 7 qovluğundan yerləşirsə, həmin fayl yol aşağıdakı kimi olacaq. C informatika 7 orman BMP buradakı sola əyri cizgi ayırıcı funksiyasını yerinə yetirir. Tutaq ki, yol aşağıdakı kimi olan faylı tapmaq lazımdır. Məsələn, C, My Documentaries, Azərbaycan tarixi, şəxsiyyətlər, Nizami Doc. Bunun üçün isə siz C diskindən My Documentaries qovluğundan, sonra onun içərisindəki Azərbaycan tarixi qovluğundan, sonra isə şəxsiyyətlər qovluğunu açasınız. Nizami Doc faylını orada tapa bilərsiniz. İndi isə keçək qovluqlara. Kompüter fayllar rahat tapmaq üçün onun nizamlı saxlanması çox vacibdir. Bu məqsədlə qovluqlardan istifadə olunan, həqiqətən də onların iş prinsipi sənədlər olan şkafı çox xatırladır. Kağız vərəqləri kimi fayllar da qovluqlara tikilməlidir ki, şkafa, yəni diskə nizamlı və əlverişli qaydada saxlanılsın. İndi isə keçək, araşdıraq və öyrənək. Fayl haqqında informasiya baxış. Scanın göstəricisi hər zaman faylın simgəsi üzərində aparan və sağ düyməni tıqqıldadın. İndi siz kompüterdə bunu araşdıra və öyrənə bilərsiniz.